İnsanlar həmişə təəccüblənir ki, Çin necə oldu bu səviyyəyə gəldi. Mən bu silsilə olacaq, bunları mən yazacağım bu videoları. Məsəl üçün bugün Guangzhou'nun şəhərinə işlə bağlı gedirəm və belə bir şeylə rastlaşdım. Keçən dəfə mən dostumla oturub söhbət edəndə biraz səsimiz ucadan gəlirdi. Bələdçi gəlib dedi ki, biraz səsimizin tonunu aşağı sal. Ümumiyyətlə, indi də orada bir qadın oturub ucadan danışır. İndi ona bir dəfə gəldilər, dedilər, okey dedi, amma yenə sonra davam edir. Məncə bunlardan asıl bir şey deyil. Çinlər ümumiyyətlə ucadan danışır. Onu bura gəlib gedənlər bilir. Nəysə, mən nə demək istəyirəm? Bu ümumiyyətlə bələdçilərə, yəni bu təlimat verilir. Telefonu ucadan qulasanlara, TikTok'a baxanlara, ucadan bir-biriyle söhbət eləyənlərə gəlib bu deyirlər ki, biraz sakit eləyin, biraz sakit danışın, söz səsini alın biraz. Və bu gündə görülən işdir. Və bu gündə görülən iş bəlkə görünməyə bilər, amma nəticədə bu çox böyük bir effekt verəcək. Və verir də və siz bu effekti görürsünüz. Çində hər kəs yaxşıya doğru gündə işləyir. Bunu işləyənlər var, işləməyənlər var, korlayanlar da var, amma əsasən işləyir bu gələcəyin halinə. Bir də heç kim demir ki, eləmirəm, istəyirəm danışıram, əcəb edirəm, nə bilim, nastareniyam pisdir. Səs muzikaya qulaq asıram, mahnıya qulaq asıram, elə bir şey yoxdur. Almışım, tamam deyim, ona fikir vermişəm ki, yəni sən kimisə haqqına, yəni məsələn, oturub hamı sakit, sən ucadan danışsan, sən kimisə haqqına girirsən də, o istəyir dincəlsin, yol getsin. Yəni sən burada başlasan şey eləməyə ki, mən eləmirəm, mənim keyfim belədir, onu yəni kimsə qəbul eləməz. Çinlər ümumiyyətlə edilən xəbərdarlığa, şərhə normal, yəni baxır, normal qəbul edir və okey verir, əgər onun bir haqqına girmirsə. Çində bir dənə də belə bir şey var ki, burada Çində ictimai qınaq deyilən bir şey demək olar ki, yoxdur. Yəni üzə ictimai qınaq ki, ay qardaş, belə eləmə, niyə belə eləyirsən, elə bir şey yoxdur. Amma xidmətçilər tərəfdən, ümumiyyətlə polisdir, xidmətçilərdir, bir neçə dənə belə təbəqə xidmətçilər var burada. Onlar eləyir bunları, onlar nəzarət edir, yəni nəzarət olunan yerlərdə. Bax belə, sağ olun, görüşək.